Əziz şagirdlər, bugün sizinlə 7-ci sinif 2.1 mövzusunu araşdıracağıq. Atomun quruluşu və görək atom haqqında tarix boyu alimlər nələr demişdir. Ümumiyyətlə, atom maddənin görünməz hissəsidir, belə deyək. Ətrafımızda gördüyümüz bütün cisimlər, hər bir cisim molekullardan, molekullar da öz növbəsində atomlardan təşkil olunmuşdur. Ətrafımızda nələr var? İndi ətrafımıza baxsaz, masa, qələm, su, hətta insanın özü başdan ayağa atomlardan təşkil olunmuşdur. Atom nədir? Atom maddənin ən kiçik hissəciyidir. Adi gözlə görmək mümkün deyil. Deməli, atom maddənin ən kiçik hissəciyidir. Atomun tərkibində nələr var? Birazdan açıqlayacağım bunları sizə. Ümumi şəkildə görə bilərik ki, atom nüvənin tərkibində olan proton və neytron, nüvənin tərkibində proton və neytron olur. Nüvənin ətrafında isə mənfi yüklü elektronlar hərəkət edir. Deməli, atom nədən təşkil olundu? Nüvə və onun ətrafında hərəkət edən elektronlardan. Nüvənin tərkibində isə proton, müsbət yüklü proton və yüksüz, yəni sıfır yüklü neytron yerləşir. Bu elektronlar, nüvənin ətrafındakı elektronlar pərakəndə şəkildə düzülməyib, hərəsi öz orbitində, elektron təbəqələrində hərəkət edirlər. Bu barədə birazdan açıqlama verəcəm. İndi isə davam edirik. Ümumiyyətlə atomun quruluşunu planetlərin quruluşuna oxşadıblar. Lakin bura qədər gələnə kimi tarix boyu atoma müəyyən fikirlər verilmişdi. Yəni onun tərkibi haqqında müəyyən fikirlər irəli sürülmüşdü. İlk atom haqqında məlumatı bizə eramızdan əvvəl 5-ci əsrdə Demokrit demişdi. O bütün maddələrdə atom adlanan kiçik bölünməz zərrəciyin olduğunu sübut eləmişdi. Yəni demişdi. Belə bir fərziyyə irəli sürmüşdür. Sonra daha doğrusu John Dalton maddənin ən kiçik bölünməz zərrəciyinin atom olduğunu müəyyən eləmişdir. Müxtəlif elementlərin atomlarının da müxtəlif olduğunu söyləmişdir. Yəni hər elementdə məxsus atom var. Bunu deməli John Dalton söyləmişdir. Atom nəzəriyyəsini inkişaf etdirdi və maddələrin atomlardan təşkil olunduğunu izah elədi bizə John Dalton. Sonra gəlir deməli, daxili quruluşunu öyrənməyə çalışan alimlər Joseph Thomson və onun məşhur kişmişli bulka modeli. Kişmişli bulka atomun quruluşu haqqında daha da araşdırmalar aparıldı və John Daltondan sonra, Joseph Thomsondan sonra Ernest Rutherford atomun quruluşunu planetlərin günəş ətrafındakı quruluşuna bənzətdi. 1911-ci ildə ilk fikri o belə deyək, meydana sürdü ki, planetar model belədir. Mərkəzdə müsbət yüklü deməli nüvə var, onun da ətrafında elektronlar hərəkət edir. Nüvə də ona görə müsbətdir ki, nüvənin tərkibində müsbət yüklü proton və yüksüz neytron var. Deməli, nüvənin tərkibində nə oldu? Müsbət yüklü proton və yüksüz neytron var. Ona görə də avtomatik olaraq nüvə necə yüklənmiş olur? Müsbət yüklənmiş olur. Ona görə deyirik ki, nüvə mərkəzdə yerləşir, günəş kimi düşünün. O müsbət yüklüdür. Onun ətrafında da elektronlar hərəkət edir. O elektronlar isə mənfi yüklüdür. 1913-cü ildə Niels Bohr bu nəzəriyyəni daha da təkmilləşdirərək elektronlar xaotik deyil, nüvənin ətrafında müəyyən təbəqələrdə, energetik səviyyələrdə, orbitlərdə fırlanır dedi. Və bu nəzəriyyə deməli belə göstərildi. Baxın, nüvə mərkəzdə, ətrafında energetik səviyyələr, dairələr, həmin dairələrdə də müəyyən sayda elektronlar yerləşir. Bu elektronlar da deməli belə görürük ki, birinci dairədə, yəni birinci energetik səviyyədə maksimum 2 elektron ola bilər. Belə deyək də, bir dəqiqə. Bax, birinci energetik səviyyədə maksimum 2 elektron olur. İkinci energetik səviyyədə maksimum 8. Üçüncü energetik səviyyədə 18. Hələ ki, bunları öyrənmək sizə bəs eləyir. 7-ci sinif səviyyəsində. 8-də artıq atomun quruluşu, elektronların energetik səviyyələrdə paylanmasını daha ətraflı şəkildə onsuz da öyrənəcəyik. Deməli, keçirik 7-ci səhifəmizə. Burada atomun tərkibində nələr yerləşir? Onlara bir baxaq təzədən. Atom dedik nədən təşkil olunubdur? Nüvədən. Nüvə nədən təşkil olunub? Nüvə proton və neytronlardan. Deməli, belə düşünsək, bax bu atomdur, düşünək. Tərkibində nüvə var. Nüvə müsbət yüklüdür. Nüvənin ətrafında elektronlar müəyyən energetik səviyyələrdə hərəkət edir. Nüvənin tərkibində proton var. Bu müsbət yüklüdür və nüvənin tərkibində neytron var. O isə yüksüzdür, 0. Protonun işarəsi P, yükü müsbət 1, kütləsi də 1 qəbul olunur. Yeri hardadır? Nüvənin içində, nüvədə. Neytron nədir? İşarəsi N, kiçik N. Yükü 0 qəbul olunur, kütləsi 1-dir. Harada yerləşir neytron? Yenə nüvənin tərkibində. Elektronlar işarəsi E ilə işarə olunacaq. E, yükü mənfi 1, kütləsi 0. Deməli, protondan mənfi 1840 dəfə kiçikdir. Yəni, belə deyək də, belə göstərilir. 1 bölünsün 1840. Bu o qədər kiçik bir ədəddir ki, ona görə 0 qəbul olunur kütləsi. Yeri hardadır? Nüvənin ətrafındakı təbəqələrdə, yəni energetik səviyyələrdə. Əgər biz
Deməli, nüvəni bu böyük futbol meydançasının mərkəzindəki bir noxud dənəsi qədər düşünsək, təsəvvür edin ki, atom bu futbol meydançasıdır. Onun mərkəzindəki bir noxud dənəsidir nüvə. Baxın, onda deyə bilərik ki, deməli atomun içi boşluqdur. Yəni nüvə atomdan 100 min dəfələrlə kiçikdir. Deməli, atomun əsas hissəsi boşluqdur. Nüvənin ətrafında nələr hərəkət edir dedik? Elektronlar. Məsələn, helium atomuna nəzər yetirək. Helium atomunda 2 proton, 2 neutron olduğunu bilək. Yəni məsələn belə helium atomu bizə göstərilir belə 2. Düzdür? Bu o deməkdir ki, nüvənin nüvədə, daha doğrusu nüvənin tərkibində 2 proton var. Müsbət yüklü 2 protonu var. Və göstərilir ki, neytronu da 2-dir. Bax, neytron da 2'dir. Yəni həm müsbət yüklü belə deyək, protonu var, həm də neytronun sayı 2'dir. O zaman bax yazılışda belə göstərilir. Proton sol tərəfdə 2 ayaqda, ortada neytronun sayı göstərilir, ən yuxarıda da kütlə ədədi göstərilir. Belə düsturumuz var. A bərabərdir proton plus neytron. Yəni A protonla neytronun cəminə bərabərdir. Yəni neytronun sayını 2, protonun da sayını 2 verəndə siz kütlə ədədini hesablaya bilərsiniz. A bərabərdir 4'ə. Və həmçinin yadda saxlayın ki, neytral atomlarda, yəni atomlarda proton sayı elektron sayına bərabər olur. Baxın, neytron sayı həmişə bərabər olacaq deyə bir şey yoxdur. Məsələn, litium atomuna baxın, proton sayı elektron sayına bərabərdir. İndi sizə deyirəm ki, litiumun kütlə ədədini tapın. A bərabərdir proton plus neytron. Proton neçədir? 3. Neytron neçədir? 4. Toplayıram eləyir 7. Gedirik berilyum atomu ilə. Məsələn, berilyum atomunda şəkildə verilib bizə, tutaq ki, protonun sayını 4. Sayırsan görürsən 4 dənə proton var. Neytronun sayı da 5'dir. Burada yazıldığı kimi verilən indi burada şəkildə düz çəkilmiyor mu? Məsələlərdə sizdə düz çəkilir. Yəni 5 dənə neytronu görürsən kitabda. Məsələn, şəkil məsələlərində belə 5 dənə neytron görürsən və onu sayırsan da, yəni 5 dənə mi yazırsan bura 5. Və sənə sual verilir. Yəni bu yazılar göstərilmir. Şəkil verilir. Protonun sayını, neytronun sayını tapıb, özün sayıb, kütlə ədədini hesablamağı tapşırılır və tapırıq ki, burada cavab olur 9. Aydın oldu. Bax belə. Sonra deməli, neytral atomda unutmayaq, proton sayı elektron sayına bərabərdir. Yəni necə protonu varsa bu dəfə elektronu olur. Neytronların sayı protonların sayına bərabər olmaq məcburiyyətində deyil. Bayaq da izah elədim. Neytron protondan fərqli sayda ola bilər. Atomun tərkibində zərrəciklərin həcmi onun ümumi ölçüsündən o qədər kiçikdir ki, atom mütləq əksəriyyəti boşluqdan ibarətdir. Ümumiyyətlə atom elektron neytral hissəcikdir və içi boşluqdan ibarətdir çox hissəsi. Çünki o qədər kiçikdir ki, nüvə və elektronlar. Burada isə ümumiləşdirmə aparmışıq. Deməli, atom planetlər sistemi kimi idarə olunan mərkəzi nüvədən və ətrafında hərəkət edən orbitlərdən, təbəqələrdən ibarətdir. Tarixi kəşflər bizi bölünməz sferadan mürəkkəb planetar kvant Rutherford Bohr modelinə qədər aparır. Yəni hətta biz demişdik Demokritdən bəri atomun tərkibi haqqında alimlər araşdırmalar aparılıb və son nəzəriyyə kvant nəzəriyyəsidir. Nüvənin arxitekturasını proton və neytron qurur, kütlə onlara məxsusdur. Yəni kütlə ədədi A nəyə bərabərdir? Proton və neytronun cəminə. Təbəqələrdə hərəkət edən elektronlar mənfi yüklü, kütlə praktik olaraq sıfıra bərabərdir. Çünki o qədər kiçikdir ki, o sıfır qəbul olunur. Neytral atomun təməl balansı həmişə qorunur. Yəni proton sayı elektrona bərabərdir. Proton elektrona bərabərdir, unutmuruq. Deməli, neytral atomda bircə dəqiqə mən lövhə Dərslikdə ümumiləşmə aparsaq 2.1 atomun quruluşu mövzusundan biz atomun quruluşu haqqında tarixi məlumatı verdik. Tarix boyu Demokritdən kvant nəzəriyyəsinə kimi ümumi məlumatı verdik. Sonra atom nədən təşkil olunur? Nüvə, onun ətrafında hərəkət edən, deməli, energetik səviyyələrdə hərəkət edən elektronlardan mənfi yüklü. Nüvənin içində, tərkibində nə var? Nüvədə müsbət yüklü proton, yüksüz neytron, kütlə ədədinin hesablanmasını dedik. A nəyə bərabərdir? Proton plus neytrona. Neytral atomda X bir atom götürsək, belə yazılır. Baxın, protonun yeri, elektronun yeri, neytron, kütlə ədədi. Burada isə yük göstərilir. Yükü növbəti dərslərdə izah edəcəm ionları. Deməli, A nəyə bərabər oldu dedik? Proton plus neytrona. Əgər yük sıfırdırsa, yəni neytral atomdursa, protonun sayı elektrona bərabərdir. Məsələn, deyirəm ki, natriumun protonu 11'dir. Deməli, elektron da 11'dir. Natriumun deməli, kütlə ədədi 23'dür. Neytronu tap deyəndə düsturum var. A nəyə bərabərdir? Proton plus neytron. Protonu verib 11. Neytronu bilmirsən məchuldur. A 23'dür. Buradan neytronu tapırsan ki, bu 12'dir. Aydın oldu mu? Belə məsələlər verəcəkdir. Və yaxud da məsələdə deyir ki, berilyum verib və karbon verib. Karbonun deməli proton sayı A plus 2'dir. Deməli neytron sayı da B plus 1'dir. Berilyumda proton sayı A'dır, neytron sayı B'dir. Və deyir ki, səhifədə verilib artıq berilyum haqqında məlumat. Deyir oradan berilyumun protonunu və neytronunu proton, burada neytron tap və onun əsasında karbonu hesabla. Biz də bilirik ki, berilyum daha doğrusu kitabda verilib, yəni hazır verilib, deyir ondan istifadə elə. Berilyumun proton sayı 4'dür. Neytron sayı 5'dir. Kitabda verilib.
Buna əsasən karbonu hesabla deyir. Gəlin karbonun proton sayını hesablayaq. 2 vahid çoxdur. Deməli bu 6-dır. Bu da 6-dır. Neytronu da 6-dır. Deməli atom kütləsini hesablaya bilərik. 6 plus 6 eləyəcək 12. Sonra başqa bir məsələyə nəzər yetirirəm. Deyir 4 protonu, 5 neytronu, 4 elektronu olan atomun neçə zərrəcikdən təşkil olunduğunu deyir və onun kütlələrini hesablayır. Deməli protonu 4, 5 neytronu 5, elektronu da 4'tür. Elektron da 4'tür. Bak burada kütlələrini necə hesablayacağıq? Proton plus neytron. Bak belə. Sonra o görün başqa belə çətin bir çalışma yoxdur kitabda. Deməli 2.1 mövzusunu 2.1 mövzusunu bitirdik. Növbəti mövzu gəlir bizdə kitabda 2.2 nüvə yükü kütlə ədədi. Kütlə ədədi də indi izah elədim. Kütlə ədədi A-dır. A nədir? A atomun kütlə nisbi molekul kütləsi, üzr istəyirəm, nisbi atom kütləsi. Nisbi atom kütləsi. Eləcə kütlə ədədi deyəcəksiniz siz hələ ki buna. Kütlə ədədi. Proton plus neytrondur. Bunları artıq bildiniz. Yəni 2.2 mövzusunda demək olar ki, mən izah elədim. Sadəcə olaraq burada biz bütün çalışmalara demək olar ki də baxdıq. Kütlə ədədi proton neytron cəmi ilə bərabərdir. Harda yazıldığını belə göstərib kitabda deyir buradadır. A3 buradadır. Bunların hamısını mən sizə dedim. Ona görə şükür Allah bu 2.2 mövzusunu da bitirmiş olduq. Yəni dərslikdə baxsanız bir səhifəlik mövzudur. Bunun hamısını mən danışdım indi sizə.